Xırdalan şəhərinin mərkəzində Heydər Əliyev Parkının 100 metrik məsafəsində KFC, McDonald's'un 2 dəqiqəlik piyada məsafəsində sizə super 2 otaqlı şəxsi istifadə üçün təmir olunmuş mənzil çəkib göstərəcəm. Bura Heydər Əliyev Parkıdır, tam mərkəzdir. Yəni hər bir şey yaxınlığında yerləşir. Qeyd etdiyim kimi buradan da deməli mənzilə, binaya 100 metrik məsafədir. Dostlarım, videonun əvvəlində qeyd etdiyim kimi, yəni stadion kimi mənzildir. Orijinal 3 otaqlı 112 kvadratdır. Yəni 112 kvadrat 2 otaqlı mənzil, yəni redki hallarda olur. Çünki hamı bu mənzili 3 otağa düzəldir. Amma mənzil sahibi bunu 2 otaq kimi saxlayıb, çox böyük mənzildir. 112 kvadratdır. Yəni hər bir otağı, genişlik, koridoru da, hamam, tualet də ayrı-ayrılıqdadır. Plus da əşyalar hamısı qalacaq. Mərtəbə də orta mərtəbədir. 16 mərtəbəli binanın yerləşir 7-ci mərtəbəsində. Çox gözəl mənzildir. Qeyd etdiyim kimi əşya qarışıq satılır. Bura mənzilimizin yataq otağıdır. Görürsünüz necə geniş, böyük yataq otağı. Videonun əvvəlində də gördünüz. Park binanın 100 metrik məsafəsindədir. McDonald's'dur, KFC'dir, Təzə bazarında piyada 2 dəqiqəlik məsafəsində. Yəni tam sentrdə yerləşir, tam mərkəzdir. Bir nömrəli məktəbə də yaxındır. Yəni bütün məktəblərə, bağçaya, hər bir yerə yaxındır bir sözlə. Çox əla yerdə yerləşir. Mənzilimizin satış qiyməti deməli 145.000 manat. 145.000 manatdır, 112 kvadratdır. Yəni kvadratı nəzərə alın ki, padmayaq qiymətinə düşür. Padmayaq qiymətindən də aşağı düşür hələ. Burada hamam sanuzeli yerləşir, qranit olan yerlər isti döşəmədir. Çox gözəl təmir olunub. Yəni qeyd etdiyim kimi bir neçə il bundan qabaq şəxsi istifadə üçün təmir olunub, sahibi tərəfindən satılır. Əlaqə nömrələrimizi görürsünüz. 16 mərtəbəli binanın orta mərtəbəsində qeyd etdiyim kimi 7-ci mərtəbə. Əlaqə nömrələrimizdə əlaqə saxlayın, gəlin baxın. Sağ olun.